Doktor, tez-tez təkrarlanan boyun, çiyin və baş ağrılarım var. Xüsusilə saçlarım yaş qaldıqda daha da kəskinləşir. Səbəbi nə ola bilər? Əgər sizdə boyun-çiyin nahiyəsində ağrılar varsa və bu ağrılar əsasən başın bir yarısında, bəzən iki yarısında müşahidə olunursa və ağrılar qollara doğru yayılırsa, bu sizdə boyun osteoxondrozu olmasını göstərir. Boyun osteoxondrozu olan pasiyentlər yayda pambıq materialdan, qışda yun materialdan, boyun-çiyin nahiyəsini örtən paltarlardan istifadə etməlidirlər. Eyni zamanda kondisioner olan otaqda oturmaq olmaz. İsti duş qəbul edib çıxdıqdan sonra saçları dərhal qurulamalıdırlar. Və belə pasiyentlərə həftədə 3 dəfə üz güclüklə məşğul olunmaları tövsiyə olunur. Boyun osteoxondrozu da deyib keçməyin mütləq şəkildə həkim nevroloqa müraciət edib müalicə alın. Əks halda bu sizdə zamanla hipertoniya, yəni təzyiq xəstəliyinin yaranmasına, qulaqda səs-küyün yaranmasına, yaddaşın pisləşməsinə, ən ağır hallarda isə işemik insulta gətirib çıxaracaqdır.